Yeni il özüm ölüb, qardaşa qabaqcadan gəlib. Maşın içində yolka qurub qardaş, maşallah olsun. Yanmayan işıq yoxdur. Aşıpkada verir. Ümumi bir sıra aşıpkaları var. Əsasən aşıpka verir. Transmisyon, kontrol, yəni mühərrikin sürətlə qutusunu kontrol edin. Nəyə görə kontrol edin? Bu cür problem yaradır. Zəhmətomuzu götür. Görsüz nə vəziyyətdə vurur. Mühərrikdən də götür. Qardaşa qarabqa dəyişdirmirik, birbaşda 8 sonra qədər izləyin. Bilin problem nədən qaynaqlanır. Motora cermetka vuran görmüşdüm. Amma karabqanın platasına hansısa bir mən ağılda olan usta götürüb cermetka vurur. Bunun bu hissədə salnik var da qardaş. Buna cermetka vurmaq nəyə lazımdır? Siz burada nə iş görmüsünüz, nə hokka vermişsiniz? Mənə də həqiqətən də maraqlıdır. Mən ona görə deyirəm ki, bugün çəkişirik. Deməli qardaşlar, bax bu gördüyünüz karabqanın plata nahiyəsidir. Biz adətən müştərilərə karabqanın platasını yox, karabqanın özünə baxılmasını məsləhət görürük. Sadəcə olaraq qardaşın tələbatı biz üçün karabqanın platasını dəyişməkdir. Bu da karabqanın beyin nahiyəsi. Görürsünüz, bax bu vəziyyətdə yaxında zəhmət olmasa. Bax karabqanın beyin mexanizmasına bax bu vəziyyətdə yağ verir. Bu yağ ki, mexanizmanı tamamilə sıradan çıxardır. İndi beyin də deyirlər, mexanizma da deyirlər. Ona görə də qardaş bugünkü karabqanı hansısa bir nahiyəyə atacaq ama karabqa beyni düzgün vəziyyətdə tərcümləmədiyi üçün qarışır. Yerindən ya bir əvəzi 5 ilə götürür, zadın yatırsız deyə düşür və yaxud da bu cür vurmalar yaranır. Problem aradan qaldırmışıq, plata dəyişilir. Birbaşa olaraq sübutu ilə göstərəm. Yaxınlaş, yaxınlaş. Deyə datan da normaldır. Bax, görsünüz. R, neutral, D. Yuxarıdan görsət də. Bu nəyə baxsınlar? Deyə bax, burada olan sürətlər qutusunun neutralı, zadnisi,